Bugün dərs 13-ə baxırıq. Dərs 13 bizdə trigonometrik funksiyaları, trigonometriya bölməsi haqqında ətraflı izahlar verməyə çalışacağam. Dərs 13 trigonometrik funksiyalar, trigonometriyanın əsas düsturlarına falan baxacağıq. Dərs 14-də isə biz trigonometrik təngişlərə baxıb onların həll yollarını falan, həll yollarını yəni sizlərə bildirəcəm. Deməli, izahları yerləşdirə gedirəm. Yəni paylaşa gedirəm. Kanalın izlənmə vaxtı belə pis deyil, amma çox azdır, çox aşağıdır. Kanala ehtiyacı olan dostlarınıza, tanışlarınıza göndərsəz, videoları ardıcıl izləsəz, yəni sizə həqiqətən çox kömək olacağını görərsiniz. Dərs videolarını qutarandan sonra ayrı-ayrı istəyirəm mövzu sınavları falan yerləşdirim, ya qarışıq sınavlar yerləşdirim. O qarışıq sınavlarda öyrəndiyimiz bütün qaydaları falan hamısını tətbiq edək. Belə başqa hələ ki xüsusi bir çətinlik çəkəcək məqamlar yoxdur. Trigonometrik funksiyalar biraz uzun bölmədir. Uzun deməyə, daha doğrusu çox danışacağam biraz burada. Normal videoda məsələn 15-20 dəqiqə arası danışıramsa, elə videoda məsələn 10 dəqiqə falan danışıramsa, burada biraz uzun çəkəcək. Trigonometrik funksiyalar haqqında danışacağam. Burada bir dəqiqə qələmimizi çıxardaq. Qələm. Qələmi götürə bilsəm qəşəng olacaq. Aha. Deməli, trigonometrik funksiyalar. Trigonometrik bölmə haqqında danışırıqsa, trigonometriya haqqında danışırıqsa, biz nəydən danışacağıq? Yəqin ki, bilirsiniz ki, sinus, kosinus, tangens, kotangens funksiyaları haqqında danışacağıq. Ümumiyyətlə, trigonometriyaya girməmişdən qabaq biz nə haqqında bilməliyik? Radian və dərəcə haqqında mütləq bilgimiz olmalıdır. Radian nədir? Bir radian təxminən 57 dərəcəyə bərabərdir və bölmədə qarşımıza çox çıxacaq. Deyəcək radianı dərəcəyə çevirin, dərəcəni radiana çevirin. Radianı pi-yə böləndə o bizdə dərəcə bölünsün 180 deməkdir. Yəni buradan biz bunu tənansüb kimi hesablasaq, radianı tapanda nə edirik? Dərəcəni pi-yə vurub 180-ə bölürük. Dərəcəni tapanda 180-i radiana vurub pi-yə bölürük. Burada pi-nin elə dərəcə ölçüsü də 180-dir. Cədvəldə göstərilir. Baxın. Deyir ki, radian 0 olanda dərəcə 0 olur. 30 dərəcənin radianı nədir? Pi bölünsün 6-dır. 45 dərəcənin radianı nədir? Pi bölünsün 4-dür. Burada məsələn gətirib düsturda da qoyub elə tapmaq olar. Məsələn, tutalım deyir ki, 45 dərəcəni radianla verin. Radianla verəndə 45 dərəcənin radianı olacaq? Pi bölünsün 4 olacaq. Daha sonra burada dedik ki, alfa bucağı 1 radian olur. Yəni o da təxminən 57 dərəcəyə bərabər olur. Ergos bərabərdir R olarsa alfa bucağı 1 radian olur. Burada da şəkildə də qeyd olunub. Daha sonra bundan əvvəlki dərsdə funksiyalar bölməsində idim. Bilmirəm, tam xatırlamıram. Amma biz orada rüblər haqqında danışmışdıq. Koordinat sistemi haqqında danışmışdıq. Rüblərdə demişdik ki, rüblər necə gedir? Sağdan sola doğru gedir. Yəni birinci rüb buradır, ikinci rüb buradır, üçüncü rüb bura, dördüncü rüb bura. Burada əgər müsbətdirsə, yəni biz sıfırdan əks istiqamətə gedirsə toplamaya müsbət olacaq. Tərsi istiqamətdə gediriksə mənfi olacaq. Məsələn, birinci rüb nədir? 0 ilə 90 arası və ya mənfi 360 ilə mənfi 270 arasıdır. Mənfi 360 ilə mənfi 270 arası. Baxın, gördüyünüz kimi. İkinci rübdə yenə 90 ilə 180 arasıdır. Və ya mənfi 270 ilə mənfi 180 arasıdır. Bu, yəni düz istiqamətdə getdiyimiz, birinci düz istiqamətdə getdiyimiz də ikinci onun əksi istiqamətdədir. Bu mənfi müsbəti nəyə görə burada vurğulayırıq? Çünki çevirmə düsturlarında falan bu bizə çox lazım olacaq. Məsələn, deyir ki, 800-ün hansı rübə aid olduğunu araşdıraq. Bu tipli suallarda biz nə edirik? 360-a bölürük. Çünki bizdə tam bir çevrə 360 dərəcədir. Biz bunu trigonometriyada da belə götürürük ki, yəni tam bir çevrə 360 olduğuna görə, yəni burada tam dövr alındığına görə, tamamlandığına görə biz onu mütləq 360-a bölməliyik. 360-a bölündən sonra alınan qalığımız bizdə yəni hansı rübə düşür, alınan qalığımız nə olursa ona uyğun hesab. Məsələn, 800-ü 360-a bölündə 2 tam düşür. Deməli bu 800 2 dənə tam çevrənin dərəcəsini əhatələyir, yəni 360 əhatələyir və yerdə qalan qalığımız nə olur? 80 olur. 80 hansı rübün dərəcəsidir? Birinci rübün. Çünki birinci rüb dedik ki, nədir? 90-dan 0 arasındadır. 80 bu araya düşdüyünə görə bu 800 birinci rübə düşür. Yəni birinci rübdə yerləşir.
Daha sonra trigonometrik funksiyaların tərifləri var. Bizə əgər düzbucaqlı tuzaq verilərsə, yəni tərif olaraq deyir ki, mərkəzi koordinat başlanğıcı radiusu 1-ə 1 olan çevrəyə vahid çevrə deyilir. Və biz bu vahid çevrə üzərində məsələn bir də düzbucaqlı tuzaq qeyd etsək, sinus alfa yəqin ki bunu bilirik ki, qarşı katetin hipotenusa nisbətidir, y-in r-ə nisbəti. Kosinus alfa bitişik katetin hipotenusa nisbətidir. Baxın, kosinus alfa bitişik katetin x-in hipotenus da buradır. Yəni radiusumuz hipotenusa nisbəti. Tangens alfa qarşıdakı katetin hipotenusa nisbətidir. Qarşıdakı katetin üzr istəyirəm bitişik katetə nisbətdir. Kotangens alfa da bitişik katetin qarşıdakı katetə nisbətinə bərabərdir. Daha sonra trigonometriya bölməsində mütləq bilməli olacağımız şey trigonometriya qiymətlər cədvəlidir. Yəni burada ən əsas olanlar qeyd olunub. Sinusun sıfırda, kosinusun sıfırda, tangensin sıfırda, kotangensin sıfırda aldığı qiymətlərdir. Bir də pi bölü 6 30-da, pi bölü 4 45-də, daha sonra 60-da, 90-da, 180-də, 270 və 360 tam dərəcədə aldığı qiymətlərdir. Bunu mütləq bilmək lazımdır. Çünki hesablamalarda, trigonometriya bölməsinin hesablamalarda bizə çox lazım olacaq. Ki mühüm olanlar da bu cədvəldə qeyd olunub. Burada bir dənə bu tangensin 90 dərəcədə təyin olunmayıb. Kotangensdə tangens 90-la üzr istəyirəm 270-də təyin olunmayıb. Kotangens 180-dən 260-da. Bu nəyə görə belədir? İndi qarşıdakı düsturlarda bunu yəni qeyd olunacaq bu. Tangens sinus bölünsün kosinusa bərabərdir. Normal üçbucaq şəklində veriləndə dedik ki, qarşıdakı katetin hipotenusa nisbətdir. Amma tangensin əsas düsturlarda biz vurğulayacağıq, yəni bildirəcəyik ki, tangens alfa sinus alfa bölünsün kosinus alfa bərabərdir. Və kosinus alfa 90-da sıfıra bərabər olduğuna görə və biz də demişik sıfıra bölmə olmadığına görə, bu bizə zidd olduğuna görə o qiymət orada təyin olunmayıb. Yəni o səbəbdən bu beləncə onu bu şəkildə yəni vurğulayırıq. Trigonometrik funksiyaların xassələri. Trigonometrik funksiyalar hər biri ayrı. Sinus x funksiyası ayrıdır, kosinus x funksiyası ayrı, tangens və kotangens funksiyaları ayrıdır və hər birinin qrafikləri var. Sinus x funksiyası y bərabər sinus x funksiyası. Yuxarıda qeyd elədik, sinus alfa bərabərdir r bölünsün y bölünsün r. Yəni qarşıdakı katetin hipotenusa nisbəti. Burada hipotenus bizdə elə radiusumuzdur. 1/2 rüblərdə müsbət olur. Sinusumuz 1/2 rüblərdə müsbət, 3/4 rüblərdə mənfi olur. Bunu mütləq bilin. Bunu bir məsələn belə dairə şəklində də qeyd edin. Yazın ki, məsələn bura bir dənə sinus alfa yazın, ya sinus x yazın, sinus x və ya məsələn sinus elə alfa olsun, fərqi yoxdur. 1/2 rübdədir. Biz dedik 1-ci rüb buradır, 2-ci rüb bura, 3-cü rübümüz bura, 4-cü rübümüz də haradır? Buradır. Deyir ki, 1/2 rüblərdə müsbət. Yəni burada müsbət, 3/4-də nədir? Mənfidir. Bunu bir dənə belə qeyd edəriz. Bitdi getdi. Təyin oblast DF və YF funksiya bölməsində qeyd eləmişdik ki, DF nədir? Təyin oblastımızdır. YF qiymətlər çoxluğumuz. Yəni DF təyin oblastı x-in ala biləcəyi qiymətlərdir. YF isə y-in ala biləcəyi qiymətlərdir. YF olaraq biz qeyd edirik ki, sinus x funksiyası, ümumiyyətlə sinus x-dir, kosinus x-dir. Aralıq olaraq həmişə -1 və 1-dir. Yəni y -1-dən o tərəfə qiymət alınmaz, 1-dən yuxarı qiymət alınmaz. Sərhəddi şəkildə -1 və 1 olaraq qeyd olunur. X-in ala biləcəyi qiymətlər isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa, yəni istənilən ədədi ala bilər. Ən kiçik qiyməti, bunu biz sərhəd kimi dedik ki, y-in ala biləcəyi qiymətlər -1, müsbət 1-dirsə, deməli, funksiyamızın ala biləcəyi ən kiçik qiymət nədir? -1-dir. Ən böyük qiymətimiz isə nədir? 1-dir. Tək funksiyadır. Bu 3 funksiya sinus x, kosinus x, tangens, üzr istəyirəm 4 funksiya, yəni tangens x, kotangens x. Bu 4-ün arasında bir dənə kosinus x funksiyası cüt funksiyadır. Qalan 3-ü də tək funksiyadır. Bunu da mütləq yadda saxlayın. Tək funksiyanın da biz xassəsini demişdik ki, əgər arqumentin daxilində mənfi, yəni sinus burada qeyd olunub da mənfi alfa bərabərdir. Mənfi sinus alfa şəklində qeyd olunur. Qrafik koordinat başlanğıcı nəzərən simmetrikdir. Sinus x-imizin qrafiki budur. Biz buna sinusoid qrafiki deyirik. Baxın, burada qeyd olunub. Gördüyünüz kimi qrafikimiz koordinat başlanğıcı nəzərən simmetrik olduğuna görə biz də ona deyirik ki, nədir? Tək funksiyadır. Dövrüdür. Sinus x funksiyasının dövrü 2πk plus x olanda sinus x olur. Ən kiçik müsbət dövrümüz isə 2πdir. Bunları bilmək mütləq deyil. Çünki çevirmə düsturlarında falan bizə lazım olacaq. 1/4 rüblərdə artır. 1 və 4-cü rüblərdə artır. Baxın, gəldi 1-ci rübdə artdı.
4-cü rüblə nə də artdı. 2 və 3-cü rüblərdə nə edəcək? Azalacaq. Yəni aşağı doğru gəlirsə deməli nəyi göstərir? Azalmanı göstərir. Keçək cosinus x funksiyasına. Cosinus x funksiyası da yenə eyni qaydada bayaq yuxarıda qeyd etmişdik. Bu səfər burada bitişik katetin hipotenusa, yəni dedim ki, hipotenusun yerində nə dayanır? R dayanır. Burada çaşıb qalmayın ki, bu niyə burada belə qeyd olunub? Yuxarıda baxın, bu şəklə əsasən burada qeyd olunub. Bunlar x bölünsün r. İndi üçbucaqlarda da bu haqda da danışacağıq. Bunun da yenə təyin olması mənfi müsbət sonsuzluq, qiymətlər çoxluğu isə mənfi 1, 1-dir. Ən kiçik qiyməti mənfi 1-dir. Ən böyük qiyməti müsbət 1-dir. Cüt funksiyadır, bayaq vurğuladım. Mənfi daxildə mənfi verilərsə, mənfini funksiya udacaq. Yəni belə Lordun dediyi udacaq və yerə kosinus alfa və yaxud da kosinus x funksiyası qalacaq. Qrafikimiz o-y oxuna nəzərən simmetrikdir. Yəni gördüyünüz kimi burada da göstərilib. O-y oxuna nəzərən nədir? Simmetrik gedir. Bunun da grafikinin adı kosisoid funksiyasının grafikidir. Sinusoid və kosisoid. Bu da yenə dövrüdür. Bunun da ən kiçik müsbət dövrü 2π-dir. Kosinus x qalır. 1-2-ci rüblərdə azalır. 3-4-cü rüblərdə isə nə edir? Artır. Tangens x və kotangens x. Bunlara tangens x və kotangens x xəttlər deyirlər. Qrafikdə, yəni bu qrafiklərin adı elədir. Bu funksiyamız qeyd elədik ki, nədir? Tangens x bərabərdir y bölünsün x-dir. Qarşı katetin bitişik katetə nisbəti, kotangens x isə bitişik katetin qarşı katetə nisbətidir. Burada yenə bunların qiymətləri verilib. Tangens x ilə kotangens x ikisi də 1 və 3-cü rüblərdə müsbət olur, 2, 4-də mənfi olur. Bu işarələri bilmək mütləqdir, çünki termə üsullarında həqiqətən bizə çox lazım olacaqlar. Təyin oblastımız mənfi pi bölünsün 2 plus pk-dır və yaxud da pi bölünsün 2 plus pk-dır. Bu aralıqlarda təyin olunub. Çünki nə dedim? Yuxarıda vurğuladım ki, sinusun və kosinusun qiymətlərinə görə, indi aşağıda düsturda qeyd olunacaq, onların təyin olunmadığı aralıqlar var. Bu səbəbdən də təyin oblastı olaraq mənfi pi bölünsün 2 plus pk, pi bölünsün 2 plus pk vurğulanır. Yəni, çünki pi bölü 2-ni biz aralıqla götürsək, artıq o yuxarıdakı cədvələ də zidd olacaq, o birisi düsturlara da zidd olmuş olacaq. Bu səfər bunun yəni yerlərini dəyişdi. Qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğa oldu. Tək funksiya olduğunu vurğuladıq. Yəni burada da tək funksiya olmasının qaydası düsturudur, dövrüdür. Dövrümüz pi-dir. İxtiyari k daxil z üçün pk plus x bərabər tangens x-i bizə verəcək. Koordinat başlanğıcı nəzərən simmetrikdir. Bütün rüblərdə artan funksiyadır. Daha sonra kotangens x funksiyası haqqında deyəcəklərimiz. Burada da yenə əsas biz təyin oblastına baxacağıq. Yuxarıda qiymətlər cədvəlində də dedim. İndi aşağıdakı düsturda nə demək istədiyimizi sizə ətraflı izah edəcəm. Qiymətlər çoxluğu, y-in alabiləcəyi qiymətlər bütün ədədlərdə mənfi müsbət sonsuzluqdur. Yenə tək funksiyadır, dövrüdür. İxtiyari k-z üçün pk plus x olarsa kotangens x-i bizə verəcək. Ən kiçik müsbət dövrümüz isə nəyə bərabərdir? Pi-yə bərabərdir. Koordinat başlanğıcı nəzərən bu da simmetrikdir. Bütün rüblərdə nədir? Azalan funksiyadır. Qrafiklərdə bu şəkildə olur. Bunlar da yəni bilmiş oldunuz. Burada düşünmürəm ki, çətinlik yaradan belə zidd olan bir şey olar. Bunlar məsələn daha yaxşı qarşılıq sınaqları işlədiyində onların da izahını çəkib qoyacağam. Onların üstündə daha yaxşı mənimsəyib başa düşərsiniz. Bəzi trigonometrik funksiyaların qiymətlər oblastının tapılması. Bunu da burada qeyd etmək istədim. Bizə verilir məsələn sinus x kvadratı və yaxud da modulda sinus x funksiyası. Deyir ki, bunun qiymətlər çoxluğu moduldur, kvadratdır, nə olursa olsun burada aralığımız 0 və 1 olacaq. Çünki yuxarıda aralıq olaraq mənfi 1 və 1 dedik. Amma burada artıq moduldan və kvadrat araya girdiyinə görə mənfi 1-i biz burada götürə bilməyəcəyik. Çünki mənfi 1 qiymətini də versək 10 olacaq, müsbət 1 olacaq və qiymətlər çoxluğumuz 0, 1 olacaq. Bu yenə kosinus x üçün də eynidir. Onun da qiymətlər aralığı 0 və 1 olacaq. Əgər bizə məsələn bu tip funksiya verilərsə, deyək ki, məsələn, a vurulsun sinus üstü 2 plus 1 x plus s funksiyasının qiymətlər oblastını tapın. Qiymətlər oblastı dediyimiz şey də təyin oblastıdır və qiymətlər çoxluğudur. Bu bizdən qiymətlər oblastını, y-in ala biləcəyi qiymətləri deyir. A vurulsun 1 üstəgəlsin c və yaxud da A vurulsun mənfi 1 üstəgəlsin c bizdən nə olacaq? Aralığımız olacaq. Eyni qayda ilə məsələn bu tək dərəcədə idi. Cüt dərəcədə olanda da A vurulsun 0 plus c, A vurulsun 1 plus c şəklində olacaq. Və yaxud da bu bizim qarşımıza çox çıxır. Güvəndə falan da qarşımıza çıxa bilər. Funksiya verir, sinus x verir, kosinus x verir. Onların qarşısında ədəd verir və deyir ki, təyin oblastını üzr istəyirəm, qiymətlər çoxluğunu tapın.
Bunların hazır düsturları var. Yazırıq mənfi kökün altında a kvadratı plus b kvadratı. Digər sərhəddimizdə kökün altında a kvadratı plus b kvadratı olaraq qeyd edirik. Yəni bu hazır düsturları biləndən sonra, ümumiyyətlə trigonometriya bölməsində düsturları yaxşı biləndən sonra bölmə həqiqətən sizə necə deyim, asan gələcək. Trigonometrik funksiyaların dövrü. Yuxarıda qeyd etmişdim, sinusla kosinusun ən kiçik müsbət dövrü 2 pi-dir. Tangensin, kotangensin ən kiçik müsbət dövrü pi-dir. Y bərabər sinus x cosinus funksiyasının arqumenti x bölü 360 olursa, 360-a bölüb qalığı götürmək lazımdır. Okey, bunu bildik. Məsələn, sinus 1090. Bu nə deməkdir? Deyir ki, sinus 1090 elə sinus 10-a bərabərdir. Yəni, nə edirik? 360-a bölürük. 1090-a 360-ı biz 3-ə vuranda bu bizdə nəyə verəcək? 1080-ə verəcək. 1080-ə 1090-dan çıxanda yerdə qalığımız 10 qalır və sinus 10-a da elə sinus 1090 bərabərdir. Şərtdə də onu deyir ki, arqument əgər x bölü 360 olarsa, 360-a bölüb qalığı götürmək lazımdır. Bu bizə çevirmə düsturlarında falan, ümumiyyətlə trigonometriya bölməsində bu qaydalar bizə çox lazım olacaq. Digər tərəfdən məsələn aşağıda tangens kotangensi verib 180 olursa 180 bölüb qalığı götürmək lazımdır. Artıq bunu niyə 180 böldük? Biz dedik ən kiçik müsbət dövrümüz tangens kotangensi düzləşdirmə nəyə bərabərdir? Pi-yə bərabərdir. O səbəbdən isə tangens kotangens funksiyasında biz bunu hesablayan zaman 180-ə bölməliyik. Yəni 180 bölmək lazımdır. 940-ı verib indi 180 böləndə bunun daxilində 5 dəfə olur. 5 tam düşür. Qalığımız nə qədər olur? 580 vuranda 9 verir. 940-dan 900 də çıxanda qalıq olaraq 40 qalır. Deməli, tangens 940 elə tangens 40-a bərabərdir. Digər tərəfdən burada dövr var. Dövr haqqında biz yuxarı funksiya bölməsində danışmışdıq. Deyir, məsələn, tək dərəcədə sinusla kosinusun kx plus b verilibsə, bunun biz dövrünü necə tapırıq? 2pi-ni sadəcə k-ya bölməklə tapırıq. Məsələn, funksiya verilib, deyir ki, 3 vurulsuz sinus kubu 5x plus pi bölünsün dövrünü tap. 2pi bölünsün, nə dedik? K da, yəni bölünsün 5. 2pi bölünsün 5 bizdə nədir? Dövr. Cüt dərəcədə olarsa, biz bölünsün, pi bölünsün 2k şəklində götürmək lazımdır. Burada məsələlərdir, bunları, yəni nümunələrdir, bunlara özünüz göz gəzdirərsiniz. Bunlar haqqında əslində biz funksiya bölməsində danışmışdıq, o qədər çətin bir, yəni qaydalar deyil. Daha sonra burada nə var? Lazımı olan. Çevirmə düsturları. Mütləq bilməli olacağımız şey çevirmə düsturlarıdır. Deyir ki, pi plus minus alfa, 2pi plus minus alfa bucaqları, yəni pi-nin tam misilləri üçün funksiyanın adı dəyişmir. Əgər pi bölünsün 2, 3pi bölünsün 2 bucaqları üçün, yəni pi bölü 2 tək misilləri üçün funksiyanın adı oxşar ilə əvəz olunur. Yəni sinus kosinusdan kosinus, tangens kotangens, kotangens tangens. Nə deməkdir? Bunu izah edeyim sizə. Pi ilə 2pi bizdə tamdır. Bunu belə yadda saxlaya bilərsiniz ki, tam bucaqlarda pi ilə 2pi-də heç nə dəyişmir. Adı dəyişir. İşarəyə amma mütləq diqqət etmək lazımdır. Çevirmə düsturlarında bir ad dəyişmədir, bir də işarədir. Qarşınıza çox çıxacaq düsturlarda, qaydalarda mütləq tətbiq edən zaman, yəni çaşmayın da, qarışdırmayın. Tam bucaq olarsa, pi ilə 2pi olarsa, çevirmə düsturları zamanı biz diqqət etməliyik nəyə? Ada və işarəyə. Pi ilə 2pi-də adı dəyişmir, amma 90 dərəcə və 270 dərəcə. Bu, onun radianla göstəricidir. Yəni, pi nədir? 180 dərəcədir, 2pi 360 dərəcə. Pi bölü 2 90-dır, 3pi bölü 2 270-dir. 180 ilə 360-da adı dəyişmədi, 90 ilə 270-də neyinin? Adı digərindən əvəz olunur. Məsələn, sinussa kosinusdan, kosinussa sinusuna. Tangenssə kotangensdən, kotangenssə tangensdən əvəz olunur. Hər iki halda alınan funksiyanın işarəsi çevrilən funksiyanın verildiyi rübdəki işarəsi ilə eyni olur. Baxın, nə deyir? Nümunə olaraq deyir ki, sinus pi bölünsün 2 plus alfanı tapın, hesablayın. Və yaxud da çevirmə düsturundan cavabını tapın. Pi bölünsün 2-də biz dedik ki, nəyə bərabərdir? Pi bölü 2-də dedik ki, adı əvəz olunur. Sinus funksiyası verilibsə, nəticəmiz nə olacaq? Kosinus olacaq. Yəni, kosinus alfa olaraq qeyd olunur. Hə, işarəyə mütləq diqqət etmək lazımdır. Biz dedik ki, kosinus alfa pi bölünsün 2. Pi bölünsün 2, 90 plus alfa gəlib bizdə düşəcək hara? İkinci rübə. Kosinus da ikinci rübdə nədir? Müsbətdir. Bir dəqiqə. Burada indi məsələn bunu gəlin şey üstündə baxaq əsas. Yəni nümunələr üstündə. Baxın, kosinus 150-ni verib, çevirmə düsturlarından biz 150-nin qiymətini bilmirik, hesablaya bilmirik. Və bu 150-nin qiymətini hesablaya bilmədiyimizə görə bizim köməyimizə nə çatır? Çevirmə düsturları çatır. Burada biraz əslində sizin yaradıcılığınız da rol oynayır. Yəni
Normal qaydada hə deyək ki, ayda mən 150-nin qiymətini bilmirəm, amma bilmək lazımdır ki, bu 150-nin biz termə düsturunu əldə edə bilərik. Məsələn, burada qeyd eləyib pi çıxılsın 30. Pi verdiyinə görə, baxın tam bucağı verdiyinə görə, burada 2 pi də versəydi, pi də versəydi, indi pi-ni qeyd eləyib. Çünki 150-dən 150 180-ə daha yaxındır. 180-ə daha yaxın olduğuna görə pi çıxılsın 30 şəklində verib. Dedik ki, tam olarsa, pi və 2 pi olarsa, adı dəyişmir. Kosinusu yazıb bura. Bu 30'u da dərəcədə qeyd edib. Kosinus 30. Və artıq bir yerdə qalan pi getdi də. Pi getdi, 150 getdi. Bizdə nə alındı? 30 alındı. İndi əsas olan bizdə nədir? İşarədir. 30. Kosinus 30. Biz dedik axı hər iki halda alınan funksiyanın işarəsi verilən funksiyanın verildiyi rübdəki işarəsi ilə eyni olmalıdır. Kosinus 30 bizdə hardadır? Birinci rübdədir. Birinci rübə düşdü. Biz yuxarıda qeyd elədik. Baxın, indi burada qeyd edeyim. Kosinus 1 və 4-cü rüblərdə müsbət, 2 və 3-cü rüblərdə mənfiyə bərabərdir. 2 və 3-cü rüblərdə mənfiyə, 1 və 4-cü rüblərdə müsbətə bərabərdir. Qeyd eləyək. Kosinus 1 və 4-də müsbətə bərabərdir. Bunları mütləq əzbərləmək lazımdır. 2 və 3-də mənfiyə bərabərdir. Hə, mənfi. Rüblərin onsuz da birlikdə 2 və 3-cü rüb. İndi pi çıxılsın 30. Pi çıxılsın 30 haradır? Baxın, tamdır. 150 hardadır? İkinci rübdəyə bucağımızda bizim. 150 ikinci rübdəyə bucağımız. Bu deyir ki, pi çıxılsın 30. Yəni bu mütləq ikinci rübdə olacaq. Alınan bucağımız ikinci rübə düşdüyünə görə bizim işarəmiz nə olacaq? Mənfi olacaq. Çünki dedik ki, ikinci rübdə nədir? Mənfiyə bərabərdir. Kosinus 30 qarşısında da bir dənə mənfi 3-2-ni bizə vermiş olacaq. Və yaxud da kotangens 120. Biz dedik ki, kotangens bizdə nəyə bərabərdir? 1 və 3-cü rüblərdə müsbətə bərabərdir. 1 və 3-cü rüblərdə. 2 və 4-cü rüblərdə mənfiyə bərabərdir. Tangens və kotangens. Bu bizə deyir ki, 120. 120 nəyə yaxındır? 90-a yaxındır. Baxın, verib termə düsturu ilə. Pi bölü 2 plus 30 yazıb. Yəni 90 plus 30 yazıb. 90 dedi ki, neyinir? Pi bölü 2 ilə 3 pi bölü 2 ilə adı dəyişir. Adın dəyişdi, oldu tangens. 30-u bura qeyd elədi. Artıq bu pi bölü 2 falan hamısı getdi. Çünki belə deyim də, çevirməyə, dönməyə düşür deyənə o İslah oldu, getdi. Yerdə qaldı 30, tangens 30. Hə, artıq nəyə diqqət eləmək lazımdır? İşarəyə. Pi bölü 2 plus 30. 90 plus 30 bizdə gəldi düşdü nəyə? Yenə ikinci rübə düşdü. 90 plus 30 ikinci rübə düşdü və dedik ki, tangens və kotangens ikinci rübdə nədir? Mənfidir. Mənfinin də qarşısına qeyd edib gördüyünüz kimi cavabımız da olub mənfi kök ötürü 3 bölünsün 3-ə bərabər olub. Bu qiymətləri də mütləq əzbərləyin, çünki tangens 30-dur, kosinus 30-dur. Bunların dəqiq qiymətləri var. O qiymətlər yuxarıda qiymətlər cədvəlində qeyd olunub. Mütləq şəkildə onları da bilmək lazımdır. Əsas trigonometrik düsturlar. Mütləq bilməli olacağımız qaydalar düsturlardır. Trigonometriya bölməsində qarşımıza çox çıxacaq. Birinci əsas əynimiz belədir ki, sinus kvadrat alfa plus kosinus kvadrat alfa bərabərdir 1-ə. Bu hardan çıxır ortaya? Yuxarıda qeyd eləmişdik ya, qarşı katetin bitişik katetin nisbəti üstə gəlsin, bitişik katetin qarşı katetin hipotenusa nisbəti, bitişik katetin hipotenusa nisbəti kosinus bu bərabərdir. Bunların kvadratı şəklində yazanda, bunun isbatını da deyim də sizə, kvadrat kimi yazanda məxrəclərimiz eynidir. Biz natural ədədlər bölməsində ortaq məxrəc olan kəsrləri toplamağı bilirik. Məxrəclərimiz eynidir, yazdıq. Surətdə x kvadratı üstə gəlsin y kvadratı yazırıq. Pifaqor teoremin indi uzaqlar bölməsində toxunacağam. Pifaqor teoreminə görə katetlərin kvadratları cəmi hipotenusun kvadratı cəminə bərabərdir. Bunu yəni mütləq bilməliyik. Məşhur teoremlərimizdən biridir. Bunu da qeyd elədik ki, onda bu nəyə bərabərdir? R kvadratına bərabərdir. Burada R kvadratlarımız ixtisar oldu. Cavabımız nə qaldı? 1 qaldı. Gördüyünüz kimi bərabərdir 1 yazıb. Burada indi məsələn sinus kvadrat alfanı əvəzləyib 1 çıxılsın kosinus kvadrat alfa da verə bilərik. Kosinus kvadrat alfanı da eyni şəkildə onun əksi şəkildə verə bilərik. Yəni mütləq şəkildə bu düsturları bilmək lazımdır. Tangens alfa nəyə bərabərdir? Tangens alfa sinus alfa bölünsün kosinus alfaya, kotangens kosinus alfa bölünsün sinus alfa. Bu da yenə bu düsturlardan çıxır. O yuxarıda düz bucağı tutar var. Baxın orada. Gətirib məsələn oradan yerinə qoysa sinus alfanın yerinə x bölünsün r qoysaz, kosinus alfanın yerinə y bölü r qoysaz, kəsir şəklində bölsə nəticələr eyni olacaq. Yəni bu trigonometriya bölməsi 70-80% düsturdan düstur çıxarmaqdır.
Yollarını bilsəz, asan şəkildə öyrənərsiniz. Yenə tangens alfa vurulsun kotangens alfanın bərabərdir 1 tapıb. Bu düsturda yenə eyni qaydada düsturdan düstur çıxarıb. Çünki tangens və kotangens bir-birinin əksidir. Biri qarşı katetin bitişik katetə nisbətdir, biri bitişik katetin qarşı katetə nisbətdir. Biz onları da vuranda bir-birinə ixtisar edir, yerdə bizə 1 qalır. Burada başqa bir düstur var. 1 üstəgəlsin tangens kvadratı bərabərdir 1 bölünsün kosinus kvadratı alfa. Bu düsturları bilmək mütləqdir. Nəyə görə? Çünki həqiqətən sizə çox lazım olacaq. Bunlar yazıb ki 1 bölünsün kosinüs kvadratı alfa. Bunu neyiniyib? Hər tərəfi birinci düsturumuz var ha. Sinüs kvadratı alfa üstəgəlsin kosinüs kvadratı alfa bərabərdir 1. O düsturda hər tərəfi nəyə bölüb? Bir dəfə sinüs kvadratı alfa bölüb, bir dəfə kosinüs kvadratı alfa bölüb və 2 dənə müxtəlif düstur alıb. 1 üstəgəlsin tangens kvadratı alfa bax 1 bərabərdir kosinüs kvadratı alfa. Burada elə də görünür ki, hansına bölüb? Birincidə kosinüs kvadratı alfa bölüb, ikincidə sinüs kvadratı alfaya bölmüş olub. Üçbucaq qaydası bunu qeyd elədik. Dedik ki, üçbucaqda sinüs alfa nəyə bərabərdir? Qarşı katetin hipotenusa nisbəti, kosinüs alfa bitişik katetin hipotenusa nisbəti. İndi üçbucaqlar bölməsi bu haqda daha da yaxşı danışacağıq. Tangens və kotangens də qarşı katetin tangens qarşı katetin bitişik katetə, kotangens bitişik katetin qarşı katetə nisbətinə bərabərdir. İkiqat arqumentin düsturları var burada. İkiqat arqumentin düsturları nədir? Sinüs 2 alfa verilərsə o nəyə bərabərdir? 2 vurulsun sinüs alfa kosinüs alfaya. Kosinüs 2 alfa nəyə bərabərdir? Kosinüs alfa kosinüs kvadrat alfa çıxılsın sinüs kvadrat alfa. Tangens 2 alfa bərabərdir 2 tangens alfa çıxılsın 1 tangens kvadratı alfaya. Kotangens 2 alfa da bərabərdir. Kotangens kvadrat alfa çıxılsın 1 bölünsün 2 kotangens alfa və yaxud da onun əksinə bölünür. Düsturları bilsəz, həqiqətən deyirəm, yəni trigonometriya bölməsi çox asan bir bölmədir. Biraz da yaradıcılığınız olsa, düsturdan düstur çıxartmaq falan həqiqətən adama çox maraqlı gəlir. Burada funksiya, trigonometrik funksiyaların tərsi var. Bunları da qeyd edeyim. Amma belə deyim ki, çox da qarşınıza çıxmaz. Çıxarsa da düsturları bilsəz, qaydaları bilsəz yazmağınız rahat olacaq. Sinusun tərsinə biz arcsinus funksiyası deyirik. Kosinusun tərsinə arccosinus. Yenə tangens funksiyasının tərsinə arctangens, bir də kotangensin tərsinə arccotangens funksiyası deyirik. Yəni hər funksiyanın bir tərsi var. Artıq bunlar tərsinə çevrildiyinə görə bunların təyin oblasının qiymətlər çoxluğunun yeri dəyişəcək. Və artıq burada dəyişiklik olaraq biz deyirik ki, təyin oblasımız -1 olacaq funksiyamızda, yəni x-in ala biləcəyi qiymətlər. Qiymətlər çoxluğumuz -pi bölünsün 2 -pi bölünsün 2 ilə müsbət pi bölünsün 2 olacaq. Funksiyamız monoton artandır, tək funksiyadır. Qrafikimiz bu şəkildədir. Kosinus funksiyasında yenə eyni qayda təyin oblasımız -1 olacaq, amma y-in ala biləcəyi qiymətlər 0 və pi olacaq. Monoton azalandır kosinus, arccosinus funksiyası nə tək, nə də cüt deyil. Çünki qrafikdən də görürük ki, nə ordinat oxuna nəzərən, nə də koordinat başlanğıca nəzərən simmetrik deyil. Burada arctangens var. Arctangenslə arccotangensin təyin oblasının mənfi və müsbət sonsuzluqdur. Yəni hissənə də darala bilər. Amma qiymətlər çoxluğu isə arctangensdə -pi bölü 2, müsbət pi bölü 2-dir. Monoton artandır, tək funksiyadır. Kotangensdə isə yenə qiymətlər çoxluğu, yəni x-in təyin oblasının mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğu isə 0 pi-dir. Monoton azalanda nə tək, nə də cüt deyil. Burada düsturlarımız var. Bunlara aid, tərs funksiyalara aid. Məsələn, arcsinus -x verilərsə, biz onu mənfi arcsinus şəklində yaza bilirik. Arccosinus verilərsə amma. Ümumiyyətlə, burada arcsinusla arctangensdə -x verilərsə, biz onları normal qaydada yaza bilirik. Amma arccosinusla arccotangensdə pi çıxılsın arccosinus şəklində və pi çıxılsın arctangens şəklində verməliyik. Düstur olaraq deyirik ki, arcsinusla arccosinusun cəmi pi bölü 2-yə bərabərdir. Arctangenslə arccotangensin də cəmi pi bölü 2-yə bərabərdir. Bu düsturlara istəsəz özünüz göz gəzdirərsiniz. Qarşınıza çıxsa, yəni yadınızda qalsın, rahat biləsiniz deyə. Üçbucaq qaydası var burada. Üçbucaq qaydası yenə, yəni üçbucaqda biz arcsinus, arccosinusu necə tapırıq? Məsələn, deyirik ki, tangens arccosinus beşlisi tapın. Arccosinus beşlisi nədir? Bitişik katetin kosinus nəyə bərabərdir? Bitişik katetin hipotenusa nisbətinə bərabərdir. 3-ün 5-ə nisbətinə bərabərdir. Burada daha sonra tangens arccosinus beşlisi var. O da bizdə nəyə bərabərdir? 3-4-ə bərabərdir. Burada toplama düsturlarımız var. Yarım arqumentin düsturları var. Bunları da bilmək lazımdır.
toplama düsturlarına məsələn sinus alfa plus betadır. Sinus alfa plus betanı biz asıl şəklində sinus alfa vurulsun kosinus alfa üstə gəlsin kosinus alfa vurulsun sinus beta şəklində yazırıq. Bunları təkrar deyib sizi yormaq istəmərəm. Amma mütləq bilmək lazımdır, öyrənmək lazımdır. Videonu saxlayıb indi özünüz də baxsaz daha yaxşı olar, öyrənsəz daha yaxşı olar. Fərq var. Məsələn, sinüs alfa çıxsın beta, sinüs alfa vurulsun kosinüs beta çıxsın kosinüs alfa vurulsun sinüs beta. Yarım arqumentin düsturları var. Yarım arqument düsturları məsələn sinüs kvadratı alfa bölünsün 2 verilirsə o nəyə bərabərdir? 1 çıxsın kosinüs alfa bölünsün 2-yə. Sinüs kvadratı alfa nəyə bərabərdir? 1 çıxsın kosinüs 2 alfa bölünsün 2-yə. Yəni hazır düsturları buraya yerləşdirmişəm. İndi bunları təkrarlamağım biraz yorucu çıxacaq. İstəmirəm yorulasınız, istəmirəm maraqsız alınsın. Trigonometriyada düsturları bilmək mütləq lazımdır. Əgər məsələn düsturu öyrənə bilmirsinizsə, oxuyub onu yazmaqla, yazaraq öyrənin. Ümumiyyətlə riyaziyyatda əzbərdən çox tətbiqə üstünlük verin. Qaydaları falan yazıb öyrənin ki, bu sizə daha da yaxşı kömək eləyəcək. Sırf bu trigonometriya bölməsi üçün, yəni ayrı sınaq da təşkil edib, onun da izahını yerləşdirməyi düşünürəm ki, tətbiq üzərində qaydaları, düsturları tətbiq üzərində yadda saxlamaq daha yaxşı, daha məqsədə uyğundur. Burada yenə hər bir düsturun özünə uyğun qaydası var. Bu düsturların hamısı düsturdan düstur çıxartmaqdır ki, trigonometriya bölməsi 80-90% düsturdan düstur çıxarmaqla yazılır. Cəmin hadisə termə düsturlar var, hadisə cəmin termə düsturlar var. Bunlar da burada qeyd olunub. Məsələn, sinus alfa plus sinus beta verərsə, məxrəcdə məsələn 2 dənə hadisə verərsə, sinus tutalım ki, nəsə burada 10 alfa ilə beta dərəcə verilir də bizə. Məxrəcə məsələn hadisə verilərsə, çaşıb qalası ki, hə, surətdə cəm verilib məxrəcdə hadisə, mən onu necə edəcəm? Avtomatik olaraq məsələn yadınıza düşəcək ki, hə, cəmi hadisə termin düsturumuz var. Məsələn, sinus alfa plus sinus beta çevirən zaman necə yazılır? 2 vurulsun sinus alfa plus beta bölünsün 2, kosinus alfa minus beta bölünsün 2 şəklində qeyd edirik. Dərs 14 trigonometrik tənişlər olacaq. Dərs 14-ün izahını da verib paylaşacağam. Burada başqa vurğulayacağım bir şey yoxdur. Bunlar yenə burada hasil cəmə çevirmə düsturlarıdır ki, asan düsturlardır. Aşağıda bir də bunları əldə etmək üçün indi görüm aşağı açıqlamaya nömrəmdən falan yerləşdirirəm. Ya ilə sonda indi düşünəcəm, bir şey düşünəcəm bu düsturları. Bu düsturları əslində mən tətbiqdən götürürəm, riyaziyyat düsturları tətbiqindən. Asanlıqla məsələn telefonunuza yükləyib oradan faydalana bilərsiniz. Çox uzatmaq istəmirəm. Bu video bu qədər idi. Gələcək videoda görüşmək ümidilə. Sağ olun, salamat qalın. Bütün videoları yerləşdirib buraxışa qədər ümid edirəm ki, sizlərə dəstək ola bilərəm. Ən pis halda məsələn nəsə öyrənməsəniz belə girib nəyisə təkrarlamağa bu videolar sizə çox kömək olacaq. Ki, məqsədim də sizə dəstək olmaqdır. Dərs 14-də görüşmək ümidilə. Dərs 14-də biz trigonometrik tənişlərə baxacağıq, onların izahlarına baxacağıq. Bu video bu qədər. Digər videoda görüşmək ümidilə.